E, Deməli, biz burada qalmışdıq maplərdə. Bayaq da qeyd elədiyim kimi, bundan öncəki daha doğrusu videoda maplərin 4 dənə növü var. Biz onların bəzilərini e, istifadə edirik, bəzilərini müəyyən qədər eləmirik. İndi onu necə istifadə elədiyimizə baxacağıq. Növlərinə baxandan sonra bizim burada görürsüz bunlar maplərimizdir. Bu adi mapdir, bu field mapdir, bu Azure Maps'dir. Bu isə bizdə hal-hazırda, yəni bunları burada görürük və onları necə istifadə eləyəcəyimizə baxacağıq. Digər vizualları necə istifadə eləyirdiksə, burada da elə o vizualları o formada istifadə eləyəcəyik ki, belə deyək, hansını daha doğrusu istifadə eləyə bilərik. Necə oradan klikləyirdiksə, burada da elə klikləyirik. Məsələn, burada adi mətni seçirik və klikləyirik. Fikir verirsiniz, bunu biz böyütdükcə, bunu indi bu ölçüdə belə böyüdürük. Böyütçü görürsünüz, burada locationlar olur. Burada bizdə fikir verirsiniz, location var, legend var, latitude və longitude var. Bu coğrafi terminlərdir. Yəni uzunluğu deməkdir. Bizim Teriyaki Lookup cədvəlimiz var idi və orada bizim country kolumuz var idi ki, orada countrylər var idi. Biz onu location olaraq deməli burada yazırıq ki, country və burada görürsüz çıxır, country-ni atırıq location-a. Location-a atandan sonra artıq burada fikir versəz, burada müəyyən qədər həmin artıq regionları göstərmiş olur bizə və burada deməli biz bu aşağıda fikir versəz bubble size var. Yəni biz ora məsələn total orders-i götürsək, gətirib bubble size-ı atsaq, bu hər bir üzrə nə qədər total order varsa, bizə ümumilikdə onu belə deyək, göstərmiş olacaq. Bu da bizim üçün belə deyək, önəmli ola bilər. Daha sonra deməli biz nə edə bilərik? Burada bizdə görürsüz, bura vizuala daxil olanda map setting var. Map settingə daxil olanda burada style var. Style'ı seçəndə bizim üçün orada dəyişmiş olur. Məsəl üçün, baxın, Arial seçsək, bir növ daha çox belə xəritə oxşuyur. Bu bilirsiniz nəyə oxşuyur? Map'i seçəndə Google Map'də orada seçimlər var bizdə. Seçimlərə uyğun olaraq eləmiş olur. Və burada fikir versəz, bunları götürüb, bunu klikləyib eləyəndə labelsları bizim üçün belə deyək, klikləmiş olur və burada da bizə vizualımızın adını göstərir ki, o nə cür olmalı, adı daha doğrusu nəyi göstərir əslində bu, yəni total orders by country-ni göstərmiş olur. Biz burada istəsək bu yumruları böyüdə bilərik, rəngini dəyişə bilərik müəyyən qədər. O da yenə də format hissəsinə girib qurcalamaqla bunların hər birini eləyə bilərik. Ona görə də onların hər bir belə deyək, detalına çox da detallı getmək istəmirəm. Sadəcə burada bir dənə nə edək? Titulu götürək. Titulu götürəndə daha yaxşı göründüyü üçün onu götürürük. Bizdə bundan sonra var slicerlər. Slicerlər nədir? Biz məsələn hesabatda səhifəsində digər bütün vizualları təsir edən müəyyən qədər vizual olan bir filtrlərdir. Məsələn, biz məlumat növündən asılı olaraq siyahılar, açılan menyular, klitkalar, aralıqlar və s. kimi müxtəlif formatları ola bilər. Əsasən bunun 3 dənə növü var. Kateqoriyalı var, mətn seçimli, tarix vaxt seçimli olanları var və rəqəmsal ara seçimli olanları var.
Buna da uyğun bütün nümunələr əslində sizə göndərdiyim faylda var. Oradan belə deyim, baxa bilərik ki, bu yəni bizdə necə işləyir. Bununla bağlı indi bunu necə işlədiyi ilə bağlı daha doğrusu biz indi example-a baxacağıq ki, bu example ümumiyyətlə necə işləyir və bunun üçün biz nə edirik indi hal-hazırda? Bunu biraz balacaladaq. Hmm, Biraz belə eləyək ki, burada yuxarıda slicer'dan istifadə eləyəcək və slicer'dan da istifadə eləmək üçün gəlirik elə bu vizualların içinə. Burada slicer'ı tapırıq. Burada görürsünüz slicer'da. Slicer'ı klikləyirik. Bayağı bir böyük. Abi bir saniye mən map'in üzərində dayanmışdım. Map'in üzərində dayanmamalıyım. Burada boş yerdə dayanıram. Slicer'ı seçirəm. Görürsünüz burada artıq slicer açılır və bu slicer'dan biz istifadə eləməliyik. Mən indi bunu belə burada balacalaşdırıram. Burada məsələn biz fildə ata bilərik kontinenti, qitələri. Bunu burada klikləsək. Orada görürsünüz qitələr artıq açılmış olur. Sonra bu hissəyə keçəndə burada slicer settingdə görürsünüz option var. Yəni biz belə eləyə bilərik. Drop down eləyə bilərik və yaxud da belə seçim halında eləyə bilərik. Hansını istəsək bizim üçün o formada seçim verir ki, slicer'ı istifadə eləyə bilərik. Bu da bizə yəni baxır harda nə cür istifadə eləmək istəyirik. Ona uyğun da dəyişə bilərik, necə istəsək. Bizə burada belə deyək, fayl olaraq götürmək daha çox sərf eləyir. O da nəyə görə daha çox sərf eləyir? İndi onu mən sizə deyəcəm. İndi biz bunu bununla eyniləşdiririk və burada tile seçirik. Fikir versiniz, 3 dənə qitə var deyə burada da belə olduğu üçün şey olaraq daha belə deyək, qəşəng görünür. Slicer'ın header'ını yığışdırırıq. Header'sız daha qəşəng görünür. Value'lara gələ bilərik. Burada rəngləri var, görürsünüz, ölçülərini biraz böyüdə bilərik və yaxud da bunu da seçə bilərik. Üzərində müəyyən qədər, belə deyək, dizayndan oynayırıq. Yəni nə cür istəsək ki, bizim üçün belə deyək, daha ola bilər. Sonra burada görürsünüz borderların rəngi var. Seçə bilərik. Eyni zamanda background var. Backgroundu yoxdur hal-hazırda. Məsələn, bu formada eləyə bilərik və yaxud da bu rəngdə eləyə bilərik. Onda gəlib bizim yazımızın rəngini gəlin ağ eləyək ki, daha belə qəşəng görünsün. Hətta burada backgroundu biraz daha tündələsək, bizim belə deyək, dizaynımıza daha çox belə yaraşmış olacaq. Və artıq bunlarda nə edə bilərik? İstədiyimiz kimi hansısa üzərinə vuranda artıq ancaq bizə həmin qitəni belə deyək, göstərmiş olacaq. Bu ümumi slicer'ı necə istifadə elədiyimizlə bağlı idi təbii ki. İndi biz bu slicer istifadə edəndən sonra nə edirdik? Gedirdik customer detail'a. Orada da slicer'dan istifadə edirdik. Bununla bağlı bizim bir dənə belə deyək, taskımız var ki, biz orada bundan istifadə edəcəyik. Burada deməli biz bunun ölçülərinə belə gətirək. Okay. Sonra bunu biraz işarələyirik. Hər birini biraz gətiririk aşağı.
Ondan sonra burada da bir dənə slicer seçirik və o slicerdən istifadə edəcəyik və o slicera biz ili əlavə edirik. Burada bizim sadəcə year olan bir datamız var idi. Onu bura əlavə edirik. Burada görürsünüz necə olur. Biz elə bunu buradan belə eləyirik. Belə bura. E, müəyyən qədər. Bunu da belə burada klikləyirik ki, bizim üçün illəri belə deyək göstərmiş olsun. Artıq burada da slicerdən istifadə edirik. Eyni zamanda filtrdən də istifadə edə bilərik ki, hansı il olsun və yaxud da hansı il olmasın. Burada istifadə edə biləcəyimiz ən məntiqli filtr ümumiyyətlə nə ola bilərdi? Deməli, burada yerə girəndə basic filtri seçəndə görürsünüz hamısıdır. Məsələn, burada nal olsaydı, biz indi o nalları təmizləmişik də, həminkini belə deyək, götürməyə bilərdik ki, belə deyək, daha yaxşı olmuş olsun. Və yaxud da müəyyən qədər opşunları dəyişib digər, yəni opşunlardan da istifadə edə bilərik təbii ki. Amma tarixlərdə ən çox tövsiyə olunan, yəni ümumiyyətlə bu belədir ki, burada daha rahatdır bunu belə çevirmək. Ona görə də bu tip olmuş olsun və müəyyən qədər də biz artıq o tarixləri dəyişəndən sonra, orada müəyyən qədər oynayandan sonra daha doğrusu, orada bizdə müəyyən qədər də belə deyək, datalar dəyişmiş olur istər istəməz. Və biz bununla yanaşı deməli biz nəyi bilməliyik? Bundan sonra deməli biz müəyyən qədər bir dənə chart var, ona baxacağıq. Bu belə deyək, hansı chartdır? Biz product detail-a gedirik. Burada ümumiyyətlə görürsünüz, heç nə istifadə eləməmişik. Burada müəyyən qədər chartlardan istifadə eləyəcəyik. Fikir versəz, burada Gauge chartı var. Çox belə deyək, qəribə adı var. Bir növ şeyə oxşuyur, Donald Chartın yarısına oxşuyur. Ondan istifadə edib müəyyən bir belə deyim, düzəlişlər eləyəcəyik və o düzəlişlərdə də ondan nələr eləyəcəyimizə baxacağıq. İlk öncə bu product details'da nələr var, nələr eləyə bilərik, ona baxacağıq. İlk öncə slicer istifadə eləyək və bu product detail olduğu üçün bizə təbii ki, produktla bağlı məlumatlar lazımdır və biz burada product name-i götürək. Product name-i klikləyək. Burada hələlik bunu belə burada saxlayaq. Biraz belə aşağı gətirək. Məsələn, hər hansısa bir produktu seçək. Bunu biraz balacalaşdıraq. Ondan sonra nə edəcəyik? Artıq bu Voyager bir saniyə Ctrl Z eləyim. Mən onun üstündə dayanmışdım. Burada sadəcə boş yerdə dayanıram və mən Voyager-ni gətirirəm. Onu nə edirəm? Baxın, buraya qoyuram onunla bərabər. Cüzü aşağı eləyirəm. Burada fikir versəz value var. Mən ora nə edirəm? Təbii ki, total orders-imi əlavə edirəm. Burada fikir verirsiniz.
e, bu formada olmuş oldu. E, Ondan sonra isə biz bütün belə deyək vizalarımızda 2-3 dənə vizal istifadə eləyirdik. Ona görə də o vizallardan belə deyək istifadə edəcəyik. Amma burada gedirik filtrə, nə edirik? Filtrə yeni bir filtr əlavə eləyəcəyik. Bizdə orada nə var idi? Start of month var idi. Bu month var. Bunu götürüb gətiririk, add filtr edirik. Bu filtrdə nə edirik? Top 10-u, top 1-i götürürük. Belə deyək. Burada bir biz belə deyək, value qoymalıyıq bunun istifadə olması üçün. Görək belə bir şey yaratmışıqmı? Yaratmamışıq. Əslində burada belə bir measure yaratmalıydıq ki, latest start of month deyə. O indi bizdə yoxdur deyə onu boş qoyuruq. Onu yaratsaydıq bura value olaraq belə deyək, əlavə eləyəcəkdik. Ki o top 1-i göstərəcəkdi bizə və ona uyğun. Ona görə də hal-hazırda o bizdə belə deyək, işləmir. Əsas ki, bunun necə belə deyək, göründüyünü bilməyimiz üçün. Orada bizdə target value da var. Bura klikləsək, burada görsək minimumu, maksimumu var. Biraz aşağı düşsək. Burada görsünüz target value var. Target value'ya da bizim order targetimiz var idi. Bunu gətiririk bura. Yəni burada görürsüz xətt oldu ki, bizim targetimiz. Burada görürsüz illəri filtrləmişik deyə ona uyğun olaraq müəyyən qədər dəyişir. Yəni bu nə deməkdir? Məsələn, biz burada qalanda bizdə göstərir ki, bizim target satışımız bu olmalıydı, amma total satışımız budur. Bu da müəyyən qədər bizə hər hansısa bir məsələn şirkətlərdə KPI-lar varsa, bu KPI-ları bilməkdə bizə yəni nə qədərini əməl edib, nə qədərini icra edə bilmədiyimizi öyrənə bilərik. Eyni zamanda orada biz order targeti minimum və yaxud da maksimuma da əlavə edə bilərik. Heç bir belə deyək, problem yoxdur. Üzərindəki titulu və s. də müəyyən qədər dəyişə bilərik. Biz indi belə deyək, nə edək? Bu filtrimizi bağlayaq. Burada order targeti ataq minimum value'ya və yaxud da qalsın ya maksimum value'da və yaxud da elə qalsın target value'da. Bir dənə burada keçək bura. Bunun titulunu dəyişək. Tituluna yazaq ki, monthly orders VC target. Bunu yazandan sonra deməli biz nə edirik? Bunu qoyuruq ortada. Daha sonra deməli nə edirik? Biz vizala qayıdaq. Title label'ın içində bu value'sudur. Collect value'nun içinə gedək. Bu içindəki value'dur. Yazılardır, onların tipləridir. Biz color'a gedək. Amma burada görürsünüz bu fill colors'da biz bunu edirik qara. Niyə? Çünki bunu da eləyək belə bir boz. Çünki bizim düz halımızın rəngi belə olduğu üçün biz artıq bu rənglərdən belə deyək istifadə edəcəyik. Hətta ortadakı yazını belə deyək, hətta çoxalda da bilərik. İndi nə edəcəyik? Nə edə bilərik daha doğrusu?
yazıya gedək. Data label'ın içindəki values'a gedək. Aşağıdakı yazıları belə deyək, tünd eləməyək. Bizə o lazım deyil əslində. İldə lazım deyil. Bunu qəşəng tünd eləyək ki, daha çox belə deyək, üzə, gözə görümlü olsun. Ondan sonra nə edirik? Bunu Ctrl+C, Ctrl+V edirik 3 dəfə. Burada biraz 3 dənə eləyəcəyimiz üçün biraz da, yəni ara məsafə yarada bilərik belə və slicerımızı biraz da böyüdə bilərik. Və yaxud da bunu da cüzi biraz ara məsafələrini belə saxlaya bilərik. Artıq burada nə edəcəyik? Bu total orders idi. Gəlin üçüncüyə qoyaq. Orders'ın yerinə total profit. Sonra bizim targetlərimiz var idi və biz bura orderi qoyduğumuz üçün targetdə də target profit targeti gətirib target value qoya bilərik. Ondan sonra isə bunun da adını belə deyək, dəyişmiş olacaq. Ona qədər gəlin value'ları dəyişək, sonra şey edərik. Deməli, target value-ya burada revenue qoyduğumuz üçün burada bizim revenue targetimiz olmalıdır. Bunu getiririk targetə. Daha sonra total yerinə və total revenue'nu getiririk. Bunun da yerinə bunu getiririk. Daha sonra nə edirik? Gedirik hər birinə. Buradakı rəqəmlər bayağı bir uzun rəqəmli olduğu üçün orada bir problem yaşayırıq. İndi nə edirik? Onu biraz şey eləyəcəyik. Bu biraz şeylədir. Lazım daha çoxdur. Milyonsa qoysaq çoxdur. Milyonsa qoysaq belə deyək, milyon eləyək. Bunu da belə eləyək. Aşağıdakı rəqəmlərdə görürsünüz. Rəqəmləri qəribədir deyə ona görə biraz çox qəribədir və bunu da milyon eləyib belə eləmək lazımdır. Hamısını belə deyək. Milyon eləyib ikili belə saxlamalıyıq ki, vizual olaraq daha yaxşı görünsün. İndi bunun formatını götürüb burasaq, bu da elə bu formada dəyişəcək. Çox da detallı digərlərini dəyişib onlara vaxt aparmaq istəmirəm. Sizə bu təqdimatın onsuzdur, ümumi belə deyim, yekun variantını göndərmiş olacağım. Oradan da baxa bilərsiniz. Bura revenue yazırıq. Burada bizdə total profit olduğu üçün buna da gəlirik. Monthly profit yazırıq. Belə.
Ə, Bu slicerlardan da artıq belə formada, belə deyək, istifadə eləmiş oluruq. Bizim bununla yanaşı, deməli, nə var idi bizdə? Conditional format var idi, yadınızdadırsa. Bu conditional formatdan nə üçün istifadə edirdik? Cədvəli çəkəndən sonra əvvəlki baxdığımızda nə etmişdik? Cədvəldə müəyyən bir conditional formatlar verə bilirdik. Və biz ona görə də müəyyən bir belə deyək, yeni measure'lar yaradırıq. Burada biz order target gap deyə bir measure yaradırıq. Bu da total order çıxaq order targetdir. Mən əvvəlcədən onların hər birini belə deyim yaratmışam burada var deyə. Artıq onları yaradıb bir belə deyək, artıq vaxt sərf eləməyək deyə. Məsələn, biz indi o conditional formatdan necə istifadə edəcəyik? Məsələn, bizim monthly order targetimiz var idi. Biz bura keçəndə burada görürsüz colored value var. Burada bunun value'su var və burada color'ın yanında funksiya var. Bu funksiyaya daxil olanda burada fikir verirsiniz conditional formatın e, səhifəsi açılır ki, biz burada müəyyən bir conditional, advanced conditional formatlar yaza bilərik və burada fikir versəz format style var. Biz bu format style'dan rules'u seçə bilərik və o rules'a uyğun olaraq burada müəyyən şeylər seçə bilərik və biz orada order target wrap deyə bir yaratmışıq. Bunu seçirik və bunu seçəndən sonra aşağıda görürsüz müəyyən bir şərtlər var ki, if value böyük bərabərdir minimum, and və maksimum. Buna uyğun olaraq müəyyən bir şərtlər verə bilərik. Və ona uyğun da burada rəng var. Məsələn, biz burada məsələn bu rəng eləyək. And new rules eləyək. Burada da başqa bir rəng seçərik. Məsələn, qara seçək. Və orada bir heç eləyək. Məsələn, bu minimum olsun. Bu kiçikdir elə 0 qalsın. Bu 0'dır. Sadəcə bunu da belə deyək, max olaraq belə saxlayaq və okey vuraq. Artıq bu belə deyək, buna uyğun olaraq hər hansısa bir value olanda ona uyğun olaraq dəyişməlidir. Sadəcə nədənsə burada biz order bizim seçdiyimizi yadda saxlamayıb. Order, target, biz bunu seçmişik və bunu okeyləyirik. Görək yaddaşa verirmi? Bu məsələ çox maraqlıdır ki, bunu nədənsə yaddaşa vermir. Görürsüz, yaddaşa vermədiyi üçün əslində ona görə də əslində bunun rəngi ona uyğun dəyişməliydi. Amma nədənsə fikir verirsiniz, yayda bir problem var. Biz təzədən bura qayıdanda, bura girəndə fikir verirsiniz, nəsə bunu müəyyən qədər belə deyək işlətmir. Digərlərində məsələn yoxlayaq. Gəlin bir daha baxaq, bəlkə işləyər. Bəlkə sizdə işləyər, məndə nəsə
Büyük beraberdir. Sıfırdan minimumu budur. Kiçikdir sıfır. Bu da kiçik beraberdir. Maksimumundan da belə də olmalıdır. Ola bilər bir ayda nəsə bir problem olsun. Hiçbir belediye problem değil. Ama bunu bu formada da belediye istifade edebilir. Bundan sonra deməli bizdə başqa qrafik vizual növləri var ki, onlardan da istifade edebiliriz. Bunlardan biri də Aria chartdır. Aria chart sayəsində də müəyyən qədər biz belə deyək, ə, düzəlişlər eləyə bilərik və onlardan da müəyyən qədər istifadə eləyə bilərik. Aria chart elə özü də ə, belə deyək, müəyyən qədər line charta bənzəyir. Biz gəlirik bura, baxırıq ki, Aria chart hansıdır və Aria chartı seçirik. Bunu deməli bura qədər gətiririk. Bura artıq datalarımızı biz verəndə buna uyğun da bizə bir belə deyək vizual vermiş olacaq. Əslində biz eyni vizualı yaradaq deyə, elə eyni şeyləri eləyək deyə nə edə bilərik? Bunu remove eləyə bilərik. Sadəcə bunu Ctrl C eləyirik. Burada Ctrl V eləyirik. Ondan sonra gəlirik, onun vizualını buradan belə araya chat olaraq dəyişirik. Sadəcə burada Xoxunda Start of Month eləyirik. Ayın başlanğıcına uyğun olaraq olsun. Burada fikir verirsiniz, araya chatın digərindən fərqi ondan ibarətdir ki, o daha çox belə deyək, müəyyən qədər onu sahə kimi göstərir. Bu da bizə əslində vizual olaraq kömək eləyir ki, biz belə deyək, onu həmin o belə deyək məlumatları bir sahə olaraq görək. Biz indi orada produkt məlumatıdır deyə orada sadəcə datamızı dəyişməliyik. Bizə produkt məlumatında gəlirimiz maraqlıdır. Ona görə nə edirik? İlk öncə bura giririk. Ümumiyyətlə bunun titlını dəyişirik. Eləyirik monthly profit. Böyle ortadaydı. Gəlin bunu biraz tündələyək. Ondan sonra bunu istifadə eləyə bilərik. Lineslara baxa bilərik, line'lara baxa bilərik. Line'ların tipləri də bu. Hansı tip line olsundur. Və line'ın color'ına baxırıq. Biz bunu qara eləyək. İşte biraz belə boz eləyək. Bu daha belə deyək, qəşəng görünür. Burada fikir verirsiniz, markerlər var. Data label var ki, istəyirsə ki, datalar üzərində olsun, olmasın. Bunu da belə deyək, seçə bilərik. Bu da belə deyək, maraqlıdır əslində. Və bunun indi hal-hazırda eynisini kopyalayırıq və gətiririk aşağı. Burada neyniyəcək? Üzərinə yazacaq ki, buna monthly returns yazacaq. Returns. Artıq buna monthly return yazdığımız üçün neyniyəcək? Burada fikir verirsiniz, total customer'dır. Biz o total customer'ın yerinə total revenue yazacaq. Şimdi bunun formatını götürəcəyik, bura əlavə edəcəyik. Neyse, belə olmadı. Gəlin
Buradan gedək. Burada fikir verirsiniz. Hər şey bir növ belə deyək, bir-birinin içindədir. Maraqlı belə tərəfi var. Ondan sonra biz təzədən bunu seçirik, qaydırıq bura. Burada da fikir versiniz, total customer qalır. Biz indi bunu buradan silib total profiteri gətirməliyik. Burada da rəng dəyişdi. Gəlin görək. Belə dəyişəcəkmi? Dəyişmədi. Yenə getməliyik bura. Lines'a gəlməliyik. Color'a getməliyik. Və rəngimizi bu rəng seçməliyik ki, buna uyğun olaraq da vizalımız bu formada qalmış olsun. İstəsək bunu götürə bilərik, qırağındakı yazıları götürə bilərik. Bu qalıb belə deyək, sizin nəyi necə belə deyək, istifadə eləməyinizə artıq və müəyyən qədər biz də artıq bundan sonra nəyə baxa bilərik? Bizdə yuxarı və aşağı dərinləşmə var. Bu drip up və drip down gedir. Bu nə deməkdir? Müxtəlif dənəvirlik səviyyələri arasında keçid etməyə imkan verir. Bu nədir? Bax, burada görürsünüz. Bu bilsiz nəyə oxşuyur? Biz hiyerarxiya kimi yaradırdıq. Onu vuranda açılırdı. Bu bir növ, yəni o deməkdir. Biz burada bu məsəl üçün nümunədə revenue by week-də, revenue by month-da və yaxud da hər hansısa bir by day-də nə edirik? İstifadəçiləri həftəlik, aylıqdan yuxarı dərinləşə və ya günlüyə aşağı dərinləşə bilər kimi belə deyək, hissələrə bölə bilərik. Məsələn, tək aşağı ox dərinləşmə rejimini aktivləşdirir və bizə məlumat nöqtələrini klikləyərək drip up eləməyə, belə deyək, down eləməyə daha doğrusu imkan verir. Digəri də bir növ belə bunun belə deyək, əksidir. Və müəyyən qədər biz burada da filtrlər və s. istifadə edə bilərik. İndi burada biz ümumiyyətlə nəyə baxacağıq? Bizdə burada fikir versəz, bunu klikləyəndə burada iyerarxiya açılır və biz bu iyerarxiyada müəyyən qədər hər birini belə deyək, həm görə bilərik, həm şey deyə bilərik və burada fikir versəz, bunları müəyyən qədər seçəndə burada görürsünüz necə aşağı və yuxarı doğru müəyyən qədər hərəkət edir və müəyyən bir nöqtələrdə biz bunlardan istifadə edə bilirik və eyni zamanda biz bunlardan da belə deyək, istifadə elədikcə bizim üçün belə deyək, hər dəfə bunun üzərində də dayananda, bax, burada görürsünüz, bayaq yazdığımız conditional format üzə çıxır və rəng dəyişdi ona uyğun olaraq. Digərlərində rəng yazmamışdıq, elə sadəcə bunda yazmışdıq və bunda da müəyyən qədər öz əksini bizim üçün göstərmiş olur. Bu drip down'u gördükdən sonra biz bunu belə deyək, təbii ki, gedib başqa bir belə deyək, vizalda da qeyd eləyəcəyik, istifadə edə bilərik. Bu drip down-u istifadə eləmək üçün biz mütləq şəkildə bir iyerarxiya içində olan bir data istifadə eləməliyik. Məsələn, biz customer detail-a gedəndə burada fikir versəz, X oxunda start of week-dir. Biz bu start of week-in yerinə iyerarxiya kimi əlavə eləsək, əgər datamızı, onda bizim üçün artıq orada dataları iyerarxiya kimi istifadə edir. Məncə biz elə bir iyerarxiya yaratmışıq fakaslı. Biz bunu silsək, yerinə bunu gətirsək, burada fikir versiniz iyerarxiya yaranır və iyerarxiya yarananda da burada fikir versiniz drip down və drip up var. Ona uyğun olaraq görürsünüz, müəyyən qədər bizim üçün dəyişmiş olur və
necə istəsək bundan o cürdə belə deyək, hər hansısa bir datanın üzərinə gələndə istifadə edə bilərik. Eyni zamanda bizdə drill throw filters var. Yəni biz bunları belə deyək, istifadə biz belə deyək, hər hansısa bir məhsulu istifadə edəndə, sağ düyməni klikləyəndə orada bizdə belə deyək, drill straw var. Bu nə deməkdir? Ümumiyyətlə biz istifadəçilərə müəyyən bir seçilmiş element üzrə əvvəlcədən filtrlənmə üçün xüsusi hesabata keçməyə imkan yaradırıq. Bu nədir? Məsələn, biz deməli bizim nə vardı? Product detail olan bir var idi və bizim burada hər hansısa bir belə deyək datamız var. Burada fikir versək sağ düyməni klikləyəndə drill throw var və bu drill throwda avtomatik olaraq bunu göstərir bura. Çünki o müəyyən qədər özündə ora bağlıdır filtr olaraq. Biz burada formata keçsək, orada belə deyək, burada fikir verirsiniz, hissə var. Orada müəyyən qədər belə deyək, bunu əlavə eləyə bilərik. Bu indi burada necə işləyir? Biz belə deyək, ona baxacağıq. Biz deməli boş səhifədə dayanırıq və gəlirik formata. Burada görürsüz, formatda page information var. Bura girəndə buranın adı product detaildir və burada bizdə nə var deməli? Add data var. Fikir verirsiniz. O datanı əlavə eləyəcəyimiz bir dənə hissəni tapaq. Həm də page'in belə deyək, tipi olan. Görək, burada yenilənmişdə o bizim üçün hardadır? Görək, burada bizim page type'ımız hardadır ki, onu seçək. Əslində nədənsə burada yoxdur, amma normalda olmalıdır. Peki buradan bax, menüs data. Gəlin biz buradan bir dənə product name tapaq. Görək bunu bura atsaq. Burada çünki görürsünüz adı burada görürük. Biraz hər dəfə BI yenilənir. Yeniləndiyi üçün də harda olduğunu tapmaq da biraz belə deyək qarışmış olur. Sonra burada bizdə bir view var. View'da burada görürsünüz filtr
hissəsi var, data var, format var, bookmark var və selection da deməli hissəsi var. Bunların da bəzilərindən biz belə deyək, istifadə eləyəcəyik. Məsələn, biz gedirik bura. Burada bizim top 10 məhsulumuz var idi da. Bunun adını dəyişmişdik. Görürsünüz, burada yenə dəyişib. Burada drill sıra gəlini görürsünüz. Product detail var. Product detail'a gedəcəyik və həmin produkt burada varsa, vizualı bizə, belə deyək, ona uyğun aparıb bizdə, belə deyək, göstərməlidir ona uyğun olaraq. Və müəyyən qədər də bizdə bunlarla yanaşı reportlarda istifadə edəcəyimiz digər кейslər ola bilər. Əslində BI bilirsiniz necədir? Siz hər dəfə belə deyək, yeni nəsə eləyəndə, düzəldəndə hər dəfə sizə lazım olan şeyi axtaranda necə eləməyi, yeni bir şeylər öyrənəcəksiniz. Çünki BI durmadan aşırı dərəcədə belə deyək də inkişaf edir. Gündə bir yeniliklər çıxır. Bunların hər birini sadəcə, yəni belə deyim ki, şey olaraq belə deyək, yeni nələrsə elədikcə öyrənə bilərsiniz. Hər dəfə də qurcaladıqca dəyişəcək. Sadəcə belə deyək də, konkret anlamalıyıq ki, vizual kimi buradan gətiririk, düzəlişlər eləyirik, keçirik format hissəsində. Artıq belə deyək, müəyyən bir hissələri bilməyə və görməyə. Bizdə bunlarla yanaşı, deməli, ən belə deyək, maraqlı кейslərdən də biri nədir? Bookmarkdır. Bookmark nədir ümumiyyətlə? Bookmark bizdə əlfəcingidir. Səhifənin cari vəziyyətini yadda saxlayır və istifadəçilərə hesabat fəaliyyətləri vasitəsilə həmin vəziyyətə qayıtmağa müəyyən qədər belə deyək, bizdə imkan verir. Adətən məsələn biz filtrləri təmizləmək üçün, xüsusi fikirləri vurğulamaq, hesabatlar arasında naviqasiya etmək üçün istifadə edirik. Müəyyən qədər də bunun belə deyək, necə işlədiyini belə deyək, baxacaq ki, bu həqiqətən də necə belə deyək, bizdə işləmiş olur. Və bunun üçün biz deməli nə edirik? İlk öncə biz təbii ki, bookmark yaratmalıyıq və bunu yaratmaq üçün də necə yarada bilərik var. Bookmarkı yaratmaq üçün ilk öncə deməli nə edək, daha belə deyim, maraqlı olsun. Bu dashboardda sadəcə burada dayanırıq və burada bir bookmark var. Bunu klikləyirik. Burada görürsünüz, bookmarkı yaratmaq var. Burada add var. Add vuranda birinci bookmark yaranır, görürsünüz. Buraya yazaq ki, filtrə edək və bunu belə deyək, yadda saxlayaq. Deməli, nə edə bilərik? Buna bir button seçə bilərik. Button seçmək üçün də burada insertdə dayananda bizdə burada buttonlar var. Buradan button seçə bilərik. Məsələn, bunu seçək. Biraz deyəsən 2 dənə seçmişik. Elə o da qala bilər əslində, bir problem yoxdur bunu.
Oy, hər nəysə, deməli, gəlin bunu remove edək, elə bu qalsın bizdə, bu normaldır. Burada istədiyimizi yarada bilərik. Mən elə beləsini saxlamış oldum. Bunu saxlamış oldum və yaxud da digərini də şey eləyə bilərdim. Burada görsəz yaradanda onu seçdik. Bu clear-dır. Yəni biz üzərində nə isə dəyişiklik eləyəndən sonra nəyinsə gəlib bunu vuranda bir növ bizim üçün onu ə, belə deyək, rezert eləmiş olur, clear edir, əvvəlki vəziyyətinə qaytarır və bunun da sayəsində biz şey eləyirik və eyni zamanda onun da təbii ki rəngləri ilə və sair oynaya bilərik. Necə istəyiriksə, ağ, bu olmasın, ağ rəngdə olsun məsələn. Artıq o baxır bizim belə deyək istəyimizə. Ondan sonra biz əlfəcinlərlə bağlı bir tapşırıq eləyə bilərik. Burada bizdən məsələn istənilən nədir? Bizdən müştəri məlumatlarımızda artıq yaxşı tanış olduğumuz üçün hesabatlıq xüsusi vurğulamaqda dəyərləri, maraqlı fikirlər və ya tendensiyaları görürük müəyyən qədər. Bunun üçün deyir ki, biz əlfəcinlərdən istifadə elə və belə deyək, onlar sənə kömək eləsin. Məsələn, burada müəyyən bir əltəcinlər istəyir bizdən yaratmağımız üçün və bunu da bizdə deməli istəyir ki, biz bunu customer details'da eləyək. Mən bunu belə dayanım burada. Məsələn, biz indi buradan ikinci bir bookmark yaradacağıq. Bu var bizdə burada ed eləyirik və bu bookmarkımıza customer oradan bizdən birinci istəyir ki, customer insight yaratmaq. Bunun adını yazırıq ki, customer insight. Ondan sonra nə edirik? Gedirik button-a bir dənə information götürürük, gətiririk, qoyuruq deməli bura button olaraq. Çünki bu biraz insight olduğu üçün bizdə də belə deyək, yəni ona görə də information olanını seçirik və gətiririk bura. Müəyyən qədər ölçüləri ilə və s. oynayacaq ki, bizə belə deyək, vizual olaraq daha yaxşı görünmüş olsun. Biraz bunu 200-ü biraz böyüdək. Burada sonra görürsünüz müəyyən qədər buttonun funksiyaları var. Məsələn, girsək burada state var. Adətən on press eləmək variantını seçmək belə deyək, daha yaxşı olur və yaxud da digərlərini seçə bilərsiniz. Bunların hər birinin nə olduğunu detallı demirəm, sadəcə özünüzdə belə deyə baxa bilərsiniz. Bizdə burada fikir versəz, tekst var, olmalıdır və o teksti tapırıq. Teksti aktivləşdiririk. Gəlin testdə bir belə deyək, məlumat yazaq. Testi aktivləşdirəndən sonra
Burada görürsünüz bizdə shape var. Gəlin ümumiyyətlə gedək o shape-ə. Shape-ı belə seçdik. Və deməli gedirik hal-hazırda tekstimizə. Teksti aktivləşdiririk və tekstdə deməli yazırıq ki, customer yazırıq, skills yazırıq. Skills yazmayaq, burada biz birini şeyləmişdik. Belə bir option var idi. Belə deyək, elə bir optionumuz var idi. Onu yazaq. Tools in 2022 idi. Orada belə bir müştəri olmalıydı. Dollar yazaq. Hər hansısa bir məbləğ yazaq və eyniyə. Burada görürsünüz, bu yazı buradadır və biz onu böyüdəndə burada görünür. Artıq o yazı müəyyən qədər buradadır. İndi sonra o deməli biz gedək yazını yazdığımız yerə ki yazını harda yazmışdıq. Burada görürsünüz o case'lər var ki onları belə deyək ölçüsünü elə eləyək ki o ölçü belə deyək gəlsin ona uyğun olaraq bu tərəfə düşsün ki yazının üstünə düşməyək. Məsələn burada bunun yerinə 60 piksel yazsaq. Burada görürsünüz yazı artıq onun üzərinə belə deyək düşmüş olmadı. İstəsək biraz 65-də belə deyək yaza bilərik müəyyən qədər və rəngləri ilə də müəyyən qədər oynaya bilərik və deməli bundan sonra nə edirik? Gəlirik, bunu belə deyək bağlayırıq. Burada action var. Görürsünüz, action'ı aktivləşdirir. Niyə? Çünki biz burada belə deyək, bunun tipini bookmark'ı seçməliyik və burada bookmark'ımızın adını seçməliyik ki, bilinsin ki, bu belə deyək, bizim bu bookmark'ımızdır və bunun üçün belə deyək, istifadə olunur. Bundan başqa da digər bookmarklar da yarada bilərik, amma hal-hazırda hələ ki bunları eləyirik. Bundan sonra deməli bizdə ən belə deyək, maraqlı кейslərdən biri var. Bunu hətta Xəfəyə biz başlayanda soruşmuşdu ki, müəllimə bəs bunu keçəcək. Demişdik ki, hə, keçəcək. Bu nədir bizdə? Belə deyək, navigatorlardır. Bu navigatorlar bizə ümumiyyətlə belə deyək, kömək eləyir ki, biz bu navigatorların sayəsində hər hansısa bir səhifəyə deməli keçid eləyək. Biz nə edirik? Gəlin bir dənə new page yaradaq və Shapes'dən bir dənə bunu seçək. Yadınızdadırsa belə qırağa bir şey atırdıq və deməli gedirik bunun belə deyək rəngini. Yəqin ki, rəngi stylın içində olacaq. Burada qara seçirik. Çünki bizim üçün lazım olanlardan belə deyək biri buydu. Və sonra nə edirik? Button seçirik.
Gəlirik bura. Buttondan blank seçirik. O blankı gətiririk bura. Biraz böyüdək. Bunu gətirəndən sonra gəlirik burada buttonun stylı olmalıdır. Və burada apply setting hissəsində görürsünüz müəyyən bir defaultlar var və ikonlar var. Biz belə deyək, ikonu qeyd etməliyik. İkonumuz aktivdir. Burada ikon kalıblarımı custom seçirik və burada browse eləyir və biz buradan deməli getməliyik browse'a ki oradan şəkil belə deyək seçək. Burada onu seçmədən öncə burada bu var idi. Biz bunu seçəcəyik. Bundan yuxarıda bizdə deməli ikona gəlmədən state var idi. On hover seçirik onu. Icon type. Burada görürsünüz bu sıfırlandı. Buna customer eləyirik. Təzədən gəlirik. Bunu seçirik. Və artıq gördünüz o bizim üçün orada belə deyək yaranmış oldu. Və burada bizdə belə deyək bunun hara getməyini istəyiriksə həmin Ee, belediye Action'da Page Navigation seçip orada Destination'ını da tabii ki seçməliyik. Burada aşağıda Action var. Bu Action'ı aktivləşdiririk. Bura gəlirik. Burada Page Notification'ımızı seçirik və hansı Destination'a getsin onu seçirik. Burada bizim üçün budur. Yəni ki biz belə deyək, ona daxil olanda artıq həmin belə deyək, üzərinə klikləyəndə həmin peycə getməlidir. Baxın, mən bunu Ctrl S eləyirəm. Bu yəqin ki, mənim bir ayımda nəsə bir problem var, hal-hazırda getmir, amma əslində belə deyək, işləməlidir. İndi biz bunun 3 dənə 2, 3 yaradırıq onlara çünki artıq başqalarını baxın bu çox güman onların altında qalır deyədir. Gəlin neyniyək? Baxın bu altında qalır. Biz onu müəyyən qədər görmürük əslində. Gəlin onda bunu bir dənə də beləsini yaradaq. Bir dənəsini də yaradaq. Çünki bizdə görürsüz də 4 dənə var deyə biz 4 dənəyə getməliyik. İndi biz bura görürsüz bunun öz üzərində də deyir ki, Ctrl klik eləməliyik ki, bura getsin. Və bizi artıq belə deyək, o səhifəyə aparmış olur. Bundan başqa biz digərlərində belə deyək, eyni qalacaq hər şey. Sadəcə biz belə deyək, orada navigationlarımızı və destinationlarımızı dəyişməliyik. Burada da neyniyəcəyik? Məsələn, biz ikincidə istəyiriksə ki, map'ə gedək.
Artıq orada belə deyək, bilməliyik ki, map'i seçməliyik ki, o bizi aparsın, belə deyək, map'ə. Deməli, biz buradakını istəyiriksə ki, map'ə aparaq. Gəlirik bura. Burada biz nəyisə dəyişməmişdik. Düzdür, icona gəlmişdi. Bunu custom'da saxlayırıq və biz map'ə getmək istəyirik deyə burada bizim map ikonumuz var. O ikona keçirik. Ondan sonra burada action'ımız yaranıb. Action'da da artıq nəyi seçirik? Biz map'i seçirik və burada fikir versəz bu oldu map. İkincidə də artıq biz gedək bunları yoxlayaq. Ondan sonra bunun ilk öncə belə deyək şəklini dəyişək. Bir də ikona, ikonda burada artıq məhsulumuza getməyini istəyirik deyə məhsul ikonuna uyğun olaraq bir ikona gedək. Artıq burada deməli bunu seçirik. Ondan sonra bizdə deməli customer qaldı. Customer'ı gəlib buradan seçəcəyik. İkonumuzu deməli burada dəyişirik. Customer olduğu üçün customer'ı qoyuruq. Gəlirik action'a. Action'da da deyirik ki, deməli bu getsin bura. Biz nə edirik? Sadəcə hal-hazırda bunların hər birini götürürük. Ctrl+C edirik. Gedirik produkta. Bizdə produkta böyürdə qara qoymamışdıq, ancaq burada qoymuşuq. Ona görə də məsələn onu burada saxlaya bilərik. Bizdə burada produktdur, dashboarddur və birini deyəsən unutmuşuq. Bunu gəlin kopyalayaq belə. Burada qoyaq bura. Ha, gəlin bunu seçək, bunu seçək, bunu da seçək. Gedək formatda print the font eləyək. Buradan da biz klikləyib bundan istifadə eləyə bilərik ümumiyyətlə. Və bundan sonra ümumiyyətlə biz müxtəlif slayserlardan istifadə edə bilərik. Bu slayserlar sayəsində fərqli slayserlar eləyə bilərik. Dizaynda istifadə edə bilərik. Müəyyən qədər bir nömrəlik range formatlarına baxa bilərik. Bu da hansı ki bizdə hansı кейslər idi. Biz nələrsə istifadə edəndə belə deyək, istifadə edirdik müəyyən qədər. Hər hansısa bir, yəni bundan başqa bir-iki dənə məsələn кейslər var. Mən sizə atdığım faylda bunları belə deyim, sizə izah eləmişəm və bu sizə izah eləməyimlə yanaşı orada sizə bütün mecraların siyahısını da vermişəm. Bu sadəcə bizim bunu müəyyən qədər praktik eləməyimiz üçündür, amma daha özünüz vizuallar düzəldəndə orada daha detallı belə deyək, digər кейslərdən istifadə edə bilərsiniz. Mən sizə deməli bunu da göndərəcəm. İndiyə qədər hər dərs elədiyiniz bu BI fayllarını da göndərəcəm. Bütün faylları da göndərəcəm və bir dənə göndərəcəm. Orada bu vizualı mən özüm nümunəsinə harda baxmışamsa sizə göstərə bilməyim üçün. Orada başdan ayağa hər biri var, bütün кейslər. Yəni orada da istəsəz o vizuala baxa bilərsiniz. BI ilə bağlı bizim baxacağımız кейslər bu qədərdir əsas. Əsas da elə bilməli olduğunuz кейslər bunlardır. Digərləri də praktika elədikcə yerinə oturacaq.